Ayətullah Ənsari o nəql edir. Mən ondan sizə nəql edirəm. Özü deyir, mənim buna sənədim var. Papa 7000 kardinalı yığıb başına. Nə qədər? Kardinallar kimdir? Bugün xristiyanların, katoliklərin arasında ən üstün məqam kardinaldır. Kardinallar yığışırlar, papanı seçirlər. Bu yaxındakı papa dünyasını dəyişdi. Yerinə seçilən papanı kardinallar yığışıb seçirlər. Ən üstün məqam papalıqda, keşişdə kardinallıqdır, katoliklərdə. 7000 kardinalı papa yığdı. Hansı papa? Dünyasını dəyişən papadan qabaqçı papa. Almaniyalı idi. İslama qarşı çox dəhşət düşmən idi. Açıq-açıq Peyğəmbəri təhqir edirdi. Allahın salamı olsun o Peyğəmbər əhli beytinə. 7000 kardinalı yığıb başına. Hamısı da bir ixtisası var. Biri psixoloqdur, biri bioloqdur. Bəli, savadlılar. Sırf Bibliyanı oxumurlar, İncili oxumurlar. Dünyəvi təhsilləri var. Onlara dedi ki, İslamın gündən-günə artan nüfuzunu saxlamaqdan ötürü, İslam dininin aradan aparmaqdan ötürü, müsəlmanları parçalamaqdan ötürü hərəniz bir təklif verin. 7000 kardinal təklif verdi, məsləhət verdi. 7000 kardinalın verdiyi təklifin qısaltdılar, 700 üstə qaldılar. 700'ü azalttılar, 70 üstə qaldılar. 70'i azalttılar, 7 üstə qaldılar. 7'ni azaldı. Bütün kardinalların gələ biləcək bir məxrəcə, bir fikir üstə qaldılar. O da budur ki, nə qədər bacarırsınız, müsəlman qadınlarını üzr istəyirəm ağsaqqallardan çılpaq eləyin, iffətsiz eləyin, həyasız eləyin, geyimini açın, əndamını cəmaata naməhrəm müsəlman kişilərə göstərin. Onları idarələrə, restoranlara, barlara, kafelərə, cəmaatın kişilər olan yerlərə, iş yerlərinə salın. Ondan sonra o kişilər ki var naməhrəm qadınlarla üz-üzə qalacaqlar, onların arasında olan o günahlardan İslam məhv olacaq.